Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 15. günü, məxsusən bu gün Həzrəti İmam Həsən əleyhissalamın doğum günü, təvəllüd günü hamımız üçün mübarək olsun inşallah. Allah Teala bizləri Ramazan ayının hörmətinə və ağamız İmam Həsən əleyhissalamın hörmətinə bağışlasın inşallah. Allahın Peyğəmbəri belə nəql edir ki, İnnəş-şəqiyyə mən huriməğufranəllah fi həzə şəhril azim. Bədbəxtərin və bədbəxt o kəsdir ki, Allahın bu ayda bağışlanma ayında o bağışlanmaqlıqdan məhrumdur. Yəni Allah bu ayda bir bəhanə axtarır ki, bəndəsini bağışlasın. Amma o insan bədbəxt insandır ki, bu rəhmətdən məhrumdur və bağışlanmaqlıqdan kənardır. İmam Həsən əleyhissalam buyurur ki, Allah Teala Ramazan ayını bəndələri üçün ona görə vacib etdi ki, bu ayda müsabiqə, yarışma ayıdır. Bu ay müminlərin, müsəlmanların, bəndələrin müsabiqəsidir. Görək, hər kəs Allah rızası üçün nə iş görür və Allah üçün nə xidmət göstərir. İmam Həsən əleyhissalam bu ayı müsabiqə və yarış ayı adlandırıb ki, bəndələr yarışsın, bir-birini ötüb keçsin, hansı daha Allah üçün xidmət göstərsin. İmam Həsən əleyhissalam hicrətin 3-cü ilində və Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıbdır. Atası Həzrət Əli, anası xanım Fatimə Zəhra salamullah əleyhadır. Peyğəmbər əleyhissalamın böyük nəvəsidir. 7 günlüyündə Peyğəmbər əleyhissalam İmam Həsən əleyhissalama əqiqə kəsdi. Doğulan gündə isə sağ qulağına əzan, sol qulağına iqamə dedi. O əqiqənin bir budunu mamaçıya verdi. Mamaçıya ana həmin o mama deyirlər, həkim deyirlər, uşağı tutan ana ya ata. Ona verdilər. İnşallah əqiqə böyük bir bəhsdir. İnşallah növbəti verişlərimizdə, növbəti videolarımızda inşallah ki, o haqda izahat verəcəyik. Əhl-i sünnə alimlərin nəql edirlər ki, 7 günlüyündə İmam Həsən əleyhissalamı Peyğəmbər əleyhissalam xətənə elətdirdi, yəni sünnət elətdirdi. Amma şiə alimlərinin nəzəri budur ki, İmam Həsən əleyhissalam sünnət olunmayıb, yəni sünnətsiz, xətənəsiz dünyaya göz açıbdır. Həzrəti İmam Həsən əleyhissalam 47 yaşında zəhərlə şəhadətə çatıbdır. Muaviyyənin hiləsi ilə İmam Həsən əleyhissalamın öz xanımı Cuudə Əşəs qızının əli ilə zəhərlənibdir və şəhadətə çatdırılıbdır. Və o vaxt Peyğəmbər əleyhissalamın yanında dəfn etməkliyə vəsiyyət edib, amma mütəssifən İslam düşmənləri Həzrət İmam Həsən əleyhissalamın cənazəsini qoymuşlar ki, Peyğəmbər əleyhissalamın yanında dəfn olunsun. Aparıblar Bəqi qəbristanlığında nənəsi Fatimə Əsəd qızının yanında dəfn elətdiriblər. Allah inşallah ki, ağamız İmam Həsən əleyhissalamın şəfaətini həm bu dünyada, həm o dünyada bizlərə nəsib eləsin inşallah. Amma Ramazan ayında orucu batil edənlərin hökmləri ki, dünənləri təqribən 6 dənəsini siz qardaş bazıların xidmətinə ərz elədik. 7-si buydu ki, başı birbaşa suyun altında cumuzdurmaqlıq. Yəni bir insan başını, məsələn, birbaşa dənizdir, ya çaydır, ya hovuzdur, ya vedradır, başını bir dəfiyə suyun altına salsa, orucu batil olar. 8-si budur ki, maye ilə imalə etməklik, ya qılızma olunmaqlıq. Əgər bir şeylə maye edirsə, qılızma imalə olunursa, orucu batil edir ki, qardaşlar, bacılar diqqət eləməlidir. 9-cusu istimna. İstimna odur ki, insan nəuzubillah nəstəcir və bir cür iş görər ki, özü-özündən sperma xaric eləyər. Bunlar orucu batil edirlər. Bəs
insan çalışmalıdır ki, Ramazan ayında orucu batil edən hökmlərdən kənar olsun və oruçluqda hər şeyə diqqət etsin inşallah. Allah'ın bu gözəl gündə, həm Ramazan ayında, həm İmam Hasan Əleyhisselamın viladət günündə bizləri bağışla. Ata-anamızı, nənə-babalarımızı, boynumuzda haqqı olanları bağışla. Cəmi xəstələrimizə şəfa inayət elə. Cəmi şəhid Allah'ımızın ruhunu şad elə. Qazilərimizi qoru, onlara şəfa inayət elə. Sıxıntılarını həll elə. Allah'ım cəmi əsgərlərimizi qoru. Ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə. Ağamız İmam-ı Zaman Aleyhisselamın zuhurunu təcil elə. Allahümmə əccilli vəlikəl fərəc və salli alə Muhammed və ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.